gəlmişsiniz Rasim müəllim, xoş gördük sizi. İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü professor Rasim Əliquliyev. Rasim müəllim, xoş gördük sizi studiyamıza. Sabahınız xeyir olsun. Necəsiniz? Sağ olun, yaxşı olasınız. Əslində doğrudan da çox maraqlı bir mövzudur, amma bax görürsünüz bizim barmenlər də gəncdirlər, amma bilmirlər ki, ümumiyyətlə internetlə pul qazanmaq nə olan şeydir. Bugünkü mövzumuz da Rasim müəllim elə bu barədə olacaq ki, internet vasitəsilə belə deyək də milyonlara sahib olmağı necə olur? Yəni bax bu işi insanlar necə həyata keçirirlər? Həqiqətən internet vasitəsilə pul qazanmaq mümkündür? Bilirsiniz, internet yarandığı gündən indiyə qədər insanlara xidmət edir, insanların müxtəlif tələbatlarını ödəyir və o da məlumdur ki, internet elektron poçtu ilə meydana çıxmışdır. Sonra internet özü də inkişaf edir, yeni xidmətlər insanlara təklif edir və o elektron poçtundan sonra veb saytlara meydana çıxması, veb saytların özünün missiyaları müxtəlif olur. Görürsən ki, informasiya təqdim edir, istifadəçilər ondan demək istifadə edir, öz informasiya tələbatını ödəyirlər, bilik alırlar, kitab oxuyurlar, elektron kitab oxuyurlar və s. və eyni zamanda internetin özü yeni xidmətlər təklif edir. Siz dediyiniz o milyonları qazanmaq, yəni internet vasitəsilə iqtisadiyyatı qurmaq, internet vasitəsilə biznes qurmaq, biznes aparmaq, hətta internet mağazaları açmaq və onun vasitəsilə satdığın malı, hansısa bir malı satırsansa, onun vasitəsilə insanlarla təmas qurub onu reallaşdıra bilirsən və digər tərəfdən də əgər hansısa bir xidmət göstərmək istəyirsənsə, əgər müəllimsənsə, alimsənsə, həkimsənsə və fərqi yoxdur hansı peşənin sahibisənsə, internet vasitəsilə bu xidmətləri görmək olur. Yəni internetin burada missiyası o kommunikasiya funksiyasını həyata keçirir. İlk növbədə alanla satan arasındakı o münasibəti yaradır, informasiya qıtlığını, boşluğunu aradan qaldırır. Kim nə satır internetdə bilinir, kim nə alır o internet vasitəsilə axtarır, tapır. Bax kim nə alır, kim nə eynir, pul qazanır, hardan gəlir o pul, nə eynirlər, oturdu. Bax bu dəqiqə ekran qarşısında bizi adi, yəni insanlar, evdar xanımlar. Bəli. Yəni sadəcə başları çıxırdı, deyək ki, o kompüterdən filandan oturublar, əyləşiblər və necə pul qazanmaq istəyirlər? Yox, pul qazanmaq yaxşı. Konkret bir misal. Yox, konkret belədir ki, məsəl üçün hər hansı bir kitabı almaq istəyirsən. Düzdürmü? Kitab satan, biri var ki, gedir hansısa bir ənənəvi qaydada bir kitab mağazası açar və yaxud da ki, metroların qabağında və yaxud da küçələrdə hansısa bir stol düzə o kitabı satar. Digər tərəfdən də bir veb sayt yaradıb, yəni bu artıq bu ənənəvi bir hala çevrilibdir. Bu get-get dərinləşəcəkdir, çünki internetin fəlsəfəsi belədir və bu veb sayt yaratmaqla nəyi satırsansa, həmin o internet vasitəsilə bir internet mağaza yaradırsan, onun vasitəsilə axtaran da o həmin mağazaya gəlib çıxır, görür ki, sən hansı kitabı satırsan və həmin kitabı satmaqla və o internetdə ödəniş qaydaları var ki, o ödənişi həyata keçirməklə həmin o kitab satanın hesabına, o bankda olan hesabına vəsait daxil olur. Bunun vasitəsilə də öz biznesini qura bilir. Bu bir yolu. Digər, məsələn, başqa? Başqa bir yolu, əgər məsəl üçün yaxşı bir qabiliyyətin varsa, proqramçısansa, həkimsənsə, fərqi yoxdur. Yəni ki, insanın özünün o Allah hansı bir biliyi verirsə, onu reallaşdıra bilirsə, həmin o işi həyata keçirə bilər. Məsəl üçün, bax, bu yaxınlarda, indi bizim bir əməkdaşlarla söhbət edeyim ki, onun qabiliyyəti nədir? Yaxşı proqramçıdır. Azərbaycanda o çox yaxşı bir, belə deyək ki, öz işini həyata keçirir. Amma internet vasitəsilə məlum olub ki, bu çox populyar bir şeydir. Virtual əmək deyirlər. İnternet vasitəsilə bu özünə yeni iş tapmışdı. Xaricdən bu web yaratma söhbəti var, web dizayner deyirlər. Onun vasitəsilə bu adam demək ki, həmin şirkətlə əlaqə qurub, öz qabiliyyətini, xarakterizə ilə materialları göndərir ora və onunla müəyyən bax, internet əsasında tanımır, sifətini də tanımır ki, o kimdir, bu kimdir. Yəni o şəklin orada əhəmiyyəti yoxdur. O hüquqi münasibətləri qurandan sonra müqaviləni orada elektron formasında hə, yox cavablarını verməklə müəyyən münasibəti qururlar və oradan buna sifariş gəlir, həmin işi bu keyfiyyətlə görür, təhvil verir və bunun da o bank hesabına müəyyən vəsaitlər gəlir. Yəni görürsünüz, bir ölkə ilə bağlı deyil, yəni internetin özünün həddi, məhdudiyyəti olmadığı üçün dünyanın istənilən nöqtəsində artıq virtual əmək bazarı formalaşır, virtual xidmətlər bazarı formalaşır, virtual bu malları satır. Yəni ehtiyac yoxdur, buradan getsinlər xaricdə pul qazanmaq, sağlayacaq filan. Elə burada evdə oturmaqla çıxırsan Dubayın o mağazalarının, o internet mağazalarına, orada nə satır, burada ona hansı mala ehtiyac var. Bir balaca deyək ki, biraz dili bilmək lazımdır, internetin o texnologiyasını bilmək lazımdır. O bayaqki Çaki qardaşımızın dediyi kimi, o kompüteri bilmirsənsə, o çox pis kompüteri biraz işlətmək qaydası, yəni ki, o texnologiya bilmək lazımdır. Bir sıra belə qabiliyyətləri əldə edəndən sonra elə bir evdə oturmaqla da həmin işi görmək olur. Yəni sadəcə olaraq o alanla satın arasındakı o münasibətləri yaratmaq üçün
internetin dilindən yaxşı istifadə etmək lazımdır. Və dünyada bu çox geniş yayılmış, artıq yayılmaqda olan biznesi, bax Latviya misalını çəkirəm, çünki biz eyni Sovetlər ölkəsində yaşamışıq. Latviyada bu günləri alqı-satqıların 50%-dən çoxu artıq internet vasitəsilə həyata keçirilir. Satan da internetin istifadə edir, alan da internetin istifadə edir. Yəni artıq bu nə deməkdir? Bu artıq iqtisadiyyatın simasını dəyişir. Web saytlar vasitəsilə mi alqı-satqı? Yox. Elektron poçtu vasitəsilə ola bilər, elektron poçtu vasitəsilə ola bilər. Yəni yollar çoxdur. Hətta məsəl üçün indi biraz o qədər populyar olmasa da Azərbaycanda domenlə varlanan insanlar var. Domen adlarını. Yəni o deməkdir ki, dünyada məşhur insanlar var, məşhur şirkətlər var. Onların özləri öz adına sahib çıxmırlar, belə deyək. Yəni ki, hələlik özlərinin web saytını o adını yaratmırlar. Müəyyən o, belə deyək də, bu bizneslə məşğul olan onların adları var, cyber squatting deyirlər. O domen dəllalları, onlar həmin adları götürür, qeydiyyatdan keçirir, öz adlarını keçirir. Ondan sonra o birisi şirkət ayılır, baxır ki, bu artıq bunun adı başqa bir demək nəfər sonra çox baha qiymətə satırlar, bəli. Çox baha qiymətə alır. Məsəl üçün, bu yaxınlarda vodka.com deyilən məşhur bir içkidir bütün dünyada. Onun demək ayıldılar ki, bu başqa adamın əlindədir. Ruski Standart Moskvada çox məşhur bir kristal zavodu. Həmin o zavod onu 7,5 milyon dollara aldı. Görürsün, internet vasitəsilə belə pul qazananlar var. Başqa məsəl üçün, o brilyant bizneslə məşğul olanlar Diamond.com-u təxminən 8 milyon dollar aldılar. Yəni hardasa bax belə məsəl üçün demək biznes növləri var. Rasimə bax, evdə oturan bir insan, indi deyək ki, böyük bir şirkətlərdən biz danışırıq, bu öz yerində, yəni deyək ki, web saytlar açırlar, nə bilim, satırlar onlar filan. Sadəcə bax, məişətə bu mövzunu biz gətiririk. Sadə insan, sadəcə interneti bilir, məlumatı var, bilgisi var internet haqqında və pul qazanmaq istəyir. Əgər söhbət burada savaddan gedir. Yəni ki, belə deyərsən ki, mən hərəkət eləməyim, belə bir atalar məsələləri var. Deyir ki, səndən hərəkət Allahdan bərəkət verə bir söz deyirlər. Yəni, durarsan, oturarsan ki, evdə sənə pul göndərəcək, elə söhbət olmur. Yəni, hərəkət etmək lazımdır, biliyi əldə etmək lazımdır. Əgər müəllimsənsə, həkimsənsə, öz biliyi satmaq istəyirsənsə, bunun yolları var. Gedirsən, məsəl üçün, ənənəvi qayda özünə bir məntəqə açır, oturur orada, xəstələr gəlir və yaxud da ki, kimlər gəlir orada. Amma həmin o web sayt vasitəsilə sən həmin xidmətləri göstərə bilərsən. İndi distant təhsil deyirlər. Bax, bu günləri geniş yayılmaqda olan distant təhsil var. O da təhsilin, o da biliyin, demək, kommersiyalaşdırmasının bir yoludur. Söhbət evdə oturmaqdan söhbət gedirsə, otur evdə, kompüter olsun, internetə qoşul, web saytı düzəl, orada hansı xidmətləri göstərirsən, onun yayılmasına məşğul. Yəni, öz biliyini, bacarığını nümayiş etdir. Şagirdlər, tələbələr, o birilər həmin o sayta müraciət edir. Görür ki, filan müəllim yaxşı dərs keçir, onun testi yaxşıdır, onun verdiyi bilik yaxşıdır. Əlbəttə, onun bazarı formalaşacaqdır. O da öz vəsaitini... Aydındır, Rasiməm, az sonra davam etdirəcək söhbətimizi. Ümumiyyətlə, dünyada da bax, belə bir şey var. Elə bəlkə Azərbaycanda da böyük sahibkarların pul yatırırlar, internetə pul yatırımları ilə bağlı. İstəyərdim bir balaca bizə məlumat verəsiniz. Bax, elə istənilən bir internetdə bir saytla məşğul olanda və yaxud da axtarışla məşğul olanda bütün aparıcı şirkətlər, Microsoft olsun, Cisco olsun, yəni ki, bunların bizim sahədə olduğu üçün şirkətlərin adını çəkirəm. Mən dünyada çox məşhur şirkətlər var ki, web saytı olmayan şirkət yoxdur. Yəni, o web sayt nə demək? Web sayt vasitəsilə həm şirkət haqqında məlumatlar verilir, eyni zamanda o hansı məhsulları, hansı xidmətləri göstərirsə, onun özünün belə bir saytlar şəbəkəsi var. Bir dənə şəbəkədən söhbət getmir, bir saytdan söhbət getmir. Onun şəbəkəsi var ki, həmin şəbəkə vasitəsilə internet ödənişlər deyirlər ki, o kart vasitəsilə müxtəlif üsullar var ki, o üsullarla ödəmə yolu ilə həmin xidmətləri alırsan. İnternetdə iki cür bazar var. Biri var maddi məhsulların bazarı, yəni ki, o təbii ki, internet kompüterin sənə o malı təqdim edə bilməz. Orada o münasibətləri qurursan, mal haqqındakı lazım məlumatları alırsan, ondan sonra onu sifariş verirsən, müəyyən o, demək ki, nəqliyyat yolu ilə, müəyyən o çatdırma yolu ilə həmin məhsulu sahibinə çatdırır. Digər tərəfdən də internetin gözəlliyini, o deyək ki, ümumiyyətlə onun hər tərəfi gözəldir. Yəni, onun bütün insanlara xidmət eləmək məqsədilə yaradılmış bir fenomenal bir texnologiyadır. Orada, bax, qeyri-maddi məhsullar var ki, məsələn, bilikdir, kitabdır, dərman haqqında məlumatlar və s. Bütün bunlar hamısı bir anda, bir saniyənin içərisində o xidmətləri alırsan. O ödəməklə, müəyyən o piratçılıq yolu ilə, yox, təbii qanuni yollarla həmin yolların o məhsulları alırsan. Yəni, intellektual məhsullardır, bilikdir, kitabdır, nə bilim, istənilən kontent deyirlər, o kontenti almaqla ona sahib olursan. Yəni, demək istəyirəm ki, bütün dünyanın aparıcı şirkətləri ora böyük vəsait qoyulur. Bax, Amazon.com deyilən məşhur bir kitab və internet kitab mağazasıdır. Bunu hamı bilir, yəni ki, çox məşhur bir kitab. Onun bir ildə kitabların satışı, yəni o
adi fiziki kitabdan söhbət getmir, elektron kitabdan söhbət gedir ki, ödəyirsən, həmin kitab səndədir. Hətta orada yazır ki, əgər istəyirsənsə bu ənənəvi qaydada o kitab kimi istəyirsənsə çap olunsun, göndərilsin, onu deyirlər, qısa müddətdə onu çap edib göndərirlər. Buna deyirlər sifarişə görə kitabın çapı. Bir də Rasim, bir məlumatı mən sizə demək istəyirəm, yəni bu Yahoo. Belə bir çox məşhur bir, ona görə yəni 46 milyar dollar ödəmək istəyənlər vardı. Yəni ki, o belə saytı almaq üçün. O bilirsiniz, o artıq... Bax, belə şeylər var. Azərbaycanda necə bu biznesi formalaşdırmaq mümkündür mü? O artıq başqa problemdir. Yəni, o internetdə axtarış mexanizmin qurulması, yine pul qazanmaq da herhalde bu da. Yandex'dir, Google'dir və s. Bütün bunlar hamısı tək bu internet mağazası deyil. Ümumiyyətlə, internet mühitində olan informasiyaların axtarışı ilə məşğul olan böyük belə deyək ki, meta sistemlər deyirlər ki, meta saytlar deyirlər ki, bütün bunlar hamısı bununla məşğul olur. Google'un özü ondan da bahadır. Bu yaxınlarda Microsoft'un onların bir alış-veriş sövdələşmələri olmalıydı. Demək istəyirəm ki, bu axtarış məsələləri bunlar özləri vasitəçilik, informasiya vasitəçilik etməklə təbii ki, onlar öz mənfəətini əldə edib varlanırlar. Amma Azərbaycanda deyirsə, Azərbaycanda bu işdir. Bax, bu internet belə deyək, biznesin vəziyyəti necə xarakterizə eləmək olar? Necədir vəziyyət? Azərbaycanda, bəli. Azərbaycanda ümumiyyətlə bütün bunların hamısının kökündə ölkədə uğurla qurulan informasiya cəmiyyətindən bağlıdır. Yəni bu internet mağazadır, bütün o digər məsələlərin hamısının kökündə internetin Azərbaycan inkişafı ilə demək birbaşa əlaqəlidir. Çünki o internetin kənarda deyil, onun üçün də ölkədə bildiyiniz kimi dövlət siyasəti çərçivəsində bu işə çox böyük qayğı göstərilir. Dövlət proqramları qəbul olunur, həyatımızın müxtəlif sahəsi, təhsildir, elmdir, ümumiyyətlə elektron hökumətdir. Yəni bütün həyatımızın müxtəlif sahələrində bax bu texnologiyanın tətbiqi istiqamətində işlər aparılır. Və əlbəttə bütün bunlar hamısı o dünyada gedən proseslərdə ön planda gedir. Yəni il-ildən bu istiqamətdə işlər yaxşılaşır. O ki, qaldı konkret internet mağazaları, onu demək istəyirəm ki, artıq görürsünüz ki, bir balaca özünə hörmət edən mağazanın veb saytı var. Üstündə yazır ki, mənim məhsulum bu, mənim ünvanım bu. Sonra bütün məhsulların üzərində görürsən ki, elektron poçtu demək ünvanı yazılır. Yəni demək istəyirəm ki, Azərbaycan da bu dünyada gedən proseslərin çox fəal hissəsidir. Yəni ki, mən onu çox yaxşı xarakterizə edirəm ki, dünyada gedən proseslərdə Azərbaycanın xüsusi yeri var, xüsusi təcrübəsi var. Azərbaycan da orada demək çox yaxşı. Rasim, bəs ümumiyyətlə aydın oldu, yəni Azərbaycanda yavaş-yavaş bu internet biznesi formalaşmağa başlayır, yavaş-yavaş biz yəni öyrənirik bunu, amma internet bizneslə məşğul olmaq üçün insanlara hər hansı bir məhdudiyyət qoyulurmu? Heç bir məhdudiyyət yoxdur. Rahat hər bir kəs məşğul ola bilər. Yəni ki, belə deyək də, qanundan kənar insan olmur. Yəni insanın bütün fəaliyyəti qanun çərçivəsində olmalıdır. Ona görə də bütün dünyada bax bu internet mağazaların, internet biznesin, elektron kommersiyanın fəaliyyətini tənzimləyən müxtəlif qanunlar var ki, Azərbaycanda da o qanunlar qəbul olunur. Milli Məclis tərəfindən elektron ticarət haqqında qanun qəbul edilibdir. Ondan başqa tək elektron ticarət yox. Çünki bu elektron ticarət qanunu işlənməsi üçün digər qanunların da işlənməsi lazımdır. Elektron rəqəm imzası haqqında qanun bu istiqamətdə çox əhəmiyyətli işlər aparılır. Elektron ticarət haqqında qanun həyata keçirilməsi üçün texniki, texnoloji, müxtəlif belə tədbirlər kompleksi var ki, müvafiq qurumlar bu işi həyata keçirirlər. Yəni Azərbaycanda bax bu informasiya cəmiyyətinin, internetin fəaliyyətinin və insanların bax bu internetin istifadəsinin normal, demək ki, normativ hüquqi bazı formalaşdırılır və bu da demək əlbəttə ki, zaman-zaman, yəni çox qısa bir zamanda bu öz həlini tapacaqdır. Ümumiyyətlə, bəs Rasiməm, internet ticarət ilə, deyək ki, adi ticarətdən fərqli cəhətləri hansılardır? Fərqli cəhətləri belədir, bilirsiniz. Bax, adi məsələ üçün hər hansı bir biznesi açanda görürsən, çox böyük bir sahə icarə götürməlisən. O icarəyə götürmək havayı deyil. Orada satıcı, demək ki, cəlb eləməlisən, satıcılar bunları demək satmalıdır, reallaşdırmalıdır. Bunun mühafizəsi var, bunun işığı var, bunun qazı var, bunun... Amma internet mağazada bu söhbətlər yoxdur axı. Yəni, bir qədər qabiliyyətli olsan, bir qədər bax bu texnologiyadan başın çıxsa, bir sayt yaratmaqla həmin işi görmək olar. Yəni, demək istəyirəm ki, bu ənənəvi ticarətin özünün, belə deyək ki, o dövrlə, yəni ki, bizdən əvvəlki o dövrün özünün məhdudiyyətləri çərçivəsində nə var idisə göz qabağındadır. Amma indi bütün bax, böyük, belə deyək ki, supermarketlərin əgər doğrudan da ona ehtiyac varsa yaratmaq lazımdır. Yoxsa o showroom deyirlər, yəni nəyisə göstərmək üçün ona ehtiyac yoxdur. Onun üçün böyük şəhərlərdə bilirsiniz də, şəhərdən kənar ambarları var, onların o demək depoları var ki, orada saxlayırlar. Onun haqqında məlumatı var. Biz özümüz şəhərdə hər hansı bir malı axtarına nə qədər vaxtımız gedir? O malı axtar, bu malı axtar, satıcı ilə qan qaraçılığı, onun da qanın qaralır, özünün də qanın qaraldırsan, yəni havası var, yəni ki, qarın amma Azərbaycanda da var, bəzi mağazaların özü internet səhifələri var, mobil telefon Azərbaycan bu üstü inkişaf edir. Ona görə də, bax, belə deyək də, bax, bu mağazaların özündə biri var, malın
özünün son istifadəyə çatdırılması, arada bunun informasiya qıtlığı var. Onu axtarmaq, onu tapmaq, onu göstərmək. Satan istəyir ki, malını reklam eləsin, satan istəyir ki, malını göstərsin, çoxlu klient, müştəri cəlb eləsin. Alan da istəyir ki, keyfiyyətli. Bax, burada informasiya boşluğunu, informasiya qıtlığını internet aradan qaldırır. Oturursan evdə, siz demişsiniz, oturursan evdə, lazım malı axtarırsan, lazımı yazışmalara aparırsan, nə istəyirsən, sualı verirsən, cavab verirsən, konkret olaraq şəxsən təmaslı olmursan ki, bunun bir belə deyək ki, sifəti xoşuna gəldi, gəlmədi və yaxud da ki, bilirsiniz də bu söhbətlər hamısı psixoloji momentlər də çox rol oynayır. Bəzən görürsən ki, o satanın elə sifətinə baxıb alınırsan, bəzən heç görürsən ki, olur belə şeylər. Onun üçün də bax bu internet mağazalar... İşə 20 yaşına qədər qızlar cəlb olur. Bəzən belə çox təəssüf ki, bəzən belə hallar da var. Amma burada artıq ehtiyac yoxdur. Yaxşı bir dənə sual vermişsiniz. Bax, bu günləri məsələ üçün, bax, Bakının mənzərəsinə bax. Əvvəllər kitab mağazalar şəbəkəsi var idi. Əvvəllər kinoteatrlar şəbəkəsi var idi. Əvvəllər çoxlu informasiya satan belə deyək ki, demək bir sistem var, qurumlar var idi. Amma yavaş-yavaş kinoteatr aradan çıxır. Kitab mağazalarının sayı lap minimum. Nədir axı bu səbəbi? Bu hansısa bir insanın arzusuna irəlidir? Yox. Bəşəriyyətin inkişafının mərhələsi belədir ki, həmin şeyləri artıq internetdən tapa bilirsən. Bu insanları tənbəlləşdirmir ki, Rasim mənim. Hardasa elə oturursan bir yerdə, çökürsən bir yerə, qabağında bir kompüter. Yəni elə ancaq bu bir hərəkət lazımdır, bir dinamika lazımdır. Yox, müəyyən təhlükələr var, müəyyən təhlükələr. Təması, ünsiyyəti lazımdır. İntellektual əməyin özünün belə tərəfi də var ki, insanın özünü fizioloji cəhətdən, fiziki cəhətdən məhdudlaşdırır, onun o bioloji, fizioloji inkişafını məsuliyyətlə yaradır. Bu intellektual əməklə məşğul olan insanlar bunu yaxşı bilir ki, bunu da artıq dərk eləməlidir ki, insan ki, yediyi kimi, informasiyanı qəbul etdiyi kimi, oxuduğu kimi onu da etməlidir. Onu etməsə bədəndə müəyyən problemlər ortaya çıxa bilər. Yəni mən sizinlə razıyam ki, o idmanla məşğul olmaq, bədən tərbiyəsindən məşğul olmaq, onun normal fəaliyyətini təmin etmək, əlbəttə ki, bu bir mədəniyyətdir. Bunu da etməsə, əlbəttə o birisi intellektual əmək olan deyil. Yəni bütün bunlar hamısı bəşəriyyət özünü tənzimləyə, o reallıqla, o zərriyyətlə üzləşə, təbii ki, onu anlayacaq ki, bu mütləq lazımdır. Olmasa, təbii ki, xəstələnərsən, olmasa... Rasim, ümumiyyətlə, bax, internet biznesin, elektron kommersiyanın sırf yaşadığımız bugün real həyata təsiri nə qədərdir? Necədir təsiri? Təsir nə mənada təsir göstərir? Ümumiyyətlə, bax, təsiri necədir? Yəni, real həyata necə təsir göstərir? Real həyat belədir də. Yəni, deyək ki, bayaqki söhbətimizə yenə qayıtmaq istəyirəm ki, interneti açdıq, girdik, pul qazandıq filan. Elə bundan iş bitmir axı. Yox, bilirsiniz necədir? Yəni, bunun çox tərəfləri var. Bütün bunun çoxlu məsələləri var ki, görürsünüz, şəhərin özünün, belə deyək ki, o torpağın üzərində olan birinci mərtəbələr hamısı əksəriyyətlə mağazadır. Bu mağazanın funksiyasına baxanda nəyi müşahidə edirik? Görürsən ki, bu malların heç orada olmasına ehtiyac yoxdur. Yəni, istəyirsən malı almağa. Amma birincisi, bura mən qiymətə toxunmaq istəyirəm. Yaxşı bir sual görürsünüz ki, çünki internet mağaza nə demək ki, satanla alan arasındakı olan bütün bariyeri götürür. Demək, həmin o malın satılması üçün ki, o icarədir, o satıcının puludur, o müxtəlif demək ki, o pulla, demək, belə xərclər yaradır da, onu aradan götürür. Mal satanla mal alan arasında vasitəçilər var ki, hərəsi öz faizini qoyur, malın dəyəri artır. Onu aradan götürür. Ondan başqa bu maddi məhsulların özlərində görürsünüz ki, əvvəldən bilirsən ki, nə qədər mal ehtiyac yoxdur. Malın özünü planlaşdıra bilirsin ki, xarab olmur, bilirsiniz. Rasim, o qədər maraqlı söhbətdir ki, o qədər maraqlı doğrudan həqiqətən bu mövzu bugünün yəni aktual, belə deyək də, mövzusudur. Hər zaman gündəmdə olan mövzudur və bütün gənclərin marağına səbəb olur ki, biz nə edəyək, necə pul qazanaq? Amma çox rahat bir yol var. Hər halda ən azı, yenə deyirəm, savada malik olmalıdırlar, bilikli olmalıdırlar. Yəni, ən azı internet haqqında məlumatlar olmalıdır. Rasim əmi, çox təəssüf edirəm, burada sizdən ayrılıram. Çünki vaxtımız bizə ayrılan vaxt yekunlaşdı. İnşallah növbəti görüşlərimiz yəqin ki, bu mövzuya bir daha toxunacaq. Çünki söylədiyim kimi çox maraqlı bir mövzudur. Təşəkkür edirəm sizə. Çox sağ olun gəldiniz studiyamıza. Çünki bizim artıq xəbərlərə bağlanmaq vaxtımız gəlib çatıb. Əziz tamaşaçılar, xatırladım ki, studiyamızı qonaq İnformasiya Texnologiyaları İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü professor Rasim Əliquliyev idi. Təşəkkür edirik Rasim müəllim, növbəti görüşlərə.